Salam değerli izləyicilər, krediti ödeyə bilməyənlərin nəzərinə çox vacib bir açıqlamanı çatdırıram. Videonu paylaşa bilərsiniz. Videomuz cəmi 2 dəqiqədir və burada üstəgəl işarəsinə bir dəfə toxunun ki, kanalımıza abunə olasınız. Çünki bir çoxlarınız o həmin üstəgəl işarəsinə toxunmadan videolarımızı izləyirsiniz. Değerli izləyicilər, krediti ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmağını, məsələn 1 illik kredit götürübsə 2 və ya 3 il müddətini ödəmək istəyir və belə olan halda nə etmək lazımdır? İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə bu kimi hallarda banklar borc alan şəxsin maliyyə vəziyyətini, ödəniş tarixçəsini, yəni gecikmə varmı və s. və riski amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur. Əgər borc alan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut edər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə kredit müddətinin uzadılmağı mümkün deyil və ekspertlər bildirirlər ki, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Yəni hər kəsin müraciətinə ayrı-ayrılıqda baxırlar. Hər müraciət ayrı qiymətləndirilir və bu imkan bütün müştərilərə şamil edilməyə bilər. Çünki əgər gecikməsi varsa, digər risklər varsa, bank o müştərinin müraciətinə təbii ki, müsbət yanaşmır. Amma kimin qrafiki qaydasındadırsa, o halda müsbət yanaşma ehtimalı daha yüksəkdir.